Deməli, Almaniyada belə bir aparat gördüm. Birinci dəfədir görürəm bunu. Pizza hazırlayır. Burada reklamın qiyməti falan. Burada baxmaq olur ki, necə hazırlanır. Kartla da ödəniş eləmək olur. Saatı falan hamısı burada bilinir. Bu da səhv eləməmsə plastik bir dəfəlik istifadə üçün bıçaq vilka olur. Buradan da çölə çıxır. Baxaq necə hazırlanır bu. Ну, какие хочу варианты, ну надо... О, chicken kebab, это получается курица. Да, да. Это Куриный что? А это что? Это у нас специально. Даже маргарита, я знаю его. Маргарита, без мяса. Соляная колбаса, понятно. Это здесь... Вы что вы ели? Нет, назад. Назад. А, вы что вы ели свинину? Может, Ароматным соусом можно моцареллу и ароматной солями. Это вкусит солями. Deməli, burada hamısının məlumatlarına baxmaq olur ki, sadəcə alman dilində yazılıb düzdür. Hamısının məlumatlarına baxmaq olur ki, içində nə var. Qiymətləri falan da yazılıb. Deməli, buradan vaxtını seçirik, nə qədər pişsin deyə. Buradan kartı seçirik və ödəniş edirik. Bize görsənəcək o. Bax, gəl. Я еще нет. Ну, уехал. Все будет лежать. Burada vaxtı göstərir ki, nə qədər vaxt sonra hazır olacaq. Считай всему, он получал 5025. Deməli, 50 saniyə qalıb. Fərqə baxın bir dənə. Bu aşağı hissədə qızıb, hardasa hazırdır. Deməli, 5 saniyə qalıb bitməyinə. 2, 1, Внести свою карту, чтобы ему эти деньги поступали на карту. Тоже надо знать. bu qədər. Pizzamız hazırdır. Bu nəli idi? Toyuqlu kebab, bunlar. Birika. Hazırlanır, təzədən bişdi, yenidən geri gedir. Aşağı hissədən karabkası ilə çıxacaq. Götürdü. Nə maraqlı aparır. Oradan götürürlər. Orada bilmirəm, doğrayacaq, doğramayacaq. Bu aşağıdan çıxardacaq indi. Kəsimlər olur, tam qoxmur. Ha. Sən biraz özün əlindən Aha. dağıtırsan. Normal da Это у yəni. нас Elə bir mağazadan almışıq. долгожданный pizza по-немецки. Жүрüb, Aç bir dənə baxaq görək doğranı bu. İndi baxacağıq. Yerində, isti-isti. İsti-isti görüntülərlə heç nə doğranacaq. Özümüz doğrayarıq. Bizdən iş olsun. Heç nə doğranacaq. Bu günlük bu qədər.